Dünya büyümünden ötürü değil ki sen Şiye gelirsen gelirsen sünnülerle davet ediyorsun. Gelin Şii olun. Olmasın. Neyini sen Şii olardı? Mevcut Şiyelerin sen sahip çık hele. Ya sünni gele kitap yazar nemidanem. Kişmir'de gede davet ediyor. Hindistan'da, Pakistan'da davet ediyor. Gelin sünni olun. Ben Şii olmuşam, ne mən olub ki, gələm sünni olam, nə mən olam. İndi dünyada hamı gedir bir dənə həmzisli tərəfinə. Biraz sən o zaman məqbulsan, məşrusan ki, eləyə biləsən, bu dünyada zindaqanlıq eləyə biləsən. Bizlər mütəəssifanə o zaman Cümbüşay danışdığı müsəlman öz istədiklərimizi istidik camiəyə düşd edir. Və bunu da bu sazmanha içi eşdə edilir. Ve bu sazmanha içi ideolojik edilir. Bu sazmanha içi bir işler İttihadı ve istilah Müslümanlar ola, İhvan-ı Müslümin ola, Badır Meinhof ola, komünistin İruhal ola, hamısı bundan ötürdü öz əfkarını dikdeliyelə, bəqiyyəyə və bir dənə bir inqilabi hükümet iş üstə gətirələ. Bu özü az nəzər et. Cümbüş danışığı da bu yoldaydı. Biz de bu yoldaydık. Ve indi mən görürəm ki, biz böyüklərin iştibahi eləmişik. Mən o zaman dostlarım var, indi də görürəm ki, məsələn, tərəf komünist idi. Yer aynı zər, necə biz 5 il danışqada bahəm olduq. Gedib bir 5 dənə bahəm çay içə bilməm. Niyə? Həmişə bir-birimizə bir dənə bir siper tutmuşduq, bir dənə cibhə tutmuşduq. Mən deydim Müslümanam, o deydi komünistem. Mən deydim nə midanım, mən rastlıyam, o deydi mən çəpiyəm. Ya mən çəpiyəm, o rastlıdır. İndi dünya bundan ötürdü ki, deyirlər, bu dünyada hamı gələ eləyə bilər, bir-birinə yaşayır. Yəni, komünist də sənin dostun ola bilər. Sən səyələ ondan yola gəl, o sənə rəy versin, sən ona rəy ver.